əziz şagirdlər və abituriyentlər. Mən İşıq nöqtəsi tədris mərkəzinin riyaziyyat müəllimi İbayeva Nuray. Əgər siz də buraxılış və ya blok imtahanına hazırlaşırsınızsa, videoları davamlı izləməyi unutmayın. Çünki burada bütün mövzuların izahı və faydalı məlumatlar var. İndi isə bugünkü mövzumuza keçək. Bugünkü mövzumuz tənliklər sistemidir. Gəlin başlayaq. Birinci, iki dəyişənli xətti tənliyə baxaq ki, nədir? İki dəyişənli xətti tənlik AX plus BY bərabərdir C şəklində olan tənliyə iki dəyişənli xətti tənlik deyilir. Bu tənliyin həlli x, y cütü ilə işarə olunur. Yəni x, y-in qiymətləri əgər bu tənliyi doğru bərabərliyə çevirirsə, onda bu cür bu tənliyin həllidir və biz koordinat sistemində bu tənliyin həllini göstərə bilərik. Bir dənə tənlik yazaq. Məsəl üçün 4x üstəgəl 2y bərabərdir 8. Bərabərdir 0 yazaq, daha rahat həll etmək üçün. Məsələn, x-a 1 versək, y nə olacaq? 4 vur 1 üstəgəl 2y bərabərdir 0. Burada 2y bərabərdir mənfi 4, y də bərabərdir mənfi 2. Koordinat sistemində qeyd edək, bu x oxu, y oxu. Deməli, x 1 qiyməti alanda, y də mənfi 2 alır. Mənfi 1, mənfi 2. Deməli, bir həlli burada oldu. Qeyd edək, 1, mənfi 2 cütü. Daha sonra x-ə 2 versək, y nə olacaq? 4 vur 2, üstəgəl 2y bərabərdir 0. Burada 2y bərabərdir mənfi 8, y də bərabərdir mənfi 4. Qeyd edək, 2 nöqtəsi x-də, mənfi 4-ü də burada qeyd edək. Deməli, burada. Biz bu müxtəlif yenə x-ə qiymətlər verib, y-in qiymətlərini tapa bilərik və biz bu xətti uzatsaq, bu düz xətt olacaq. Yəni, bu tənliyin həlli düz xətt üzərində verilmiş olur. İndi isə tənliklər sisteminə baxaq. Tənliklər sistemi nədir? Ortaq həlli axtarılan A1x plus B1y bərabərdir C1 və A2x plus B2y bərabərdir C2 tənliklərinin həllinə, yazılışına tənliklər sistemi deyilir. Yəni, bu şəkildə işarə olunur və biz bu iki tənliyin ortaq həllini axtarırıq. Biz necə bilək ki, bu tənliyin həlli varmı, həlli yoxmu, neçə həlli var? Burada nə edəcəyik? A1 bölünsün A2 bərabərdir B1 böl B2 bərabərdir C1 böl C2 olarsa, bu tənliyin sonsuz sayda həlli var. Bunda qeyd edək ki, təbii ki, burada A1, B1, C1, A2, B2, C2 əmsallardır, ədədlərdir, x, y isə dəyişənlərdir. Daha sonra A1-in A2-yə nisbəti B1-in B2-yə nisbətindən fərqlidirsə, bu tənliyin yeganə həlli var. Yeganə həlli var. Daha sonra A1-in A2-yə nisbəti B1-in B2-yə nisbətinə bərabərdir, amma C1-in C2-yə nisbətindən fərqlidirsə, bu tənliyin həlli yoxdur. Həlli yoxdur. Daha sonra isə bu tənliklər sistemini necə həll edəcəyik, ona baxaq. Məsələn, iki yolla həll edəcəyik. Bir əvəz etmə, bir də toplanma üsulu ilə. Məsələn, 4x üstəgəl y bərabərdir 5. 2x üstəgəl 3y bərabərdir 4. Ola bilər ki, tənliyin tam yaxşı ədədlər alınmaz, amma yox, həll edək. Burada nə edəcəyik? Y-i x-la əvəz edəcəyik, çünki y-in əmsalı 1-dir burada. Burada da əvəz edə bilərik, əmsal 1 olduğu üçün burada əvəz edirik. Y bərabərdir 5 çıx 4x. Sonra gətirib bu qiyməti burada yerinə yazacağıq. Yəni 2x üstəgəl 3 vurulsun 5 çıx 4x bərabərdir 4. Bu tənliyi həll edək. 2x üstəgəl 3 vur 5 çıx 4x bərabərdir 4. 2x bərabərdir, vurub açacaq mötərizəni 15 çıx 12x bərabərdir 4. Daha sonra x-ləri toplasaq, mənfi 10x bərabərdir 15-də sağ tərəfə keçirsək, mənfi 9 eləyəcək. Yox, mənfi 11 eləyəcək. Aha, x də bərabər olacaq 1/1-ə. Daha sonra x-in qiymətini burada yerinə yazsaq, daha doğrusu y bərabərdir 5 çıx 4 vur 1/1. Bu da bərabərdir 5 çıx 4/4. O da bərabərdir 0/6. Yəni bu tənliyin, bu tənliklər sisteminin daha doğrusu həlli olacaq 1/1, 0/6 nöqtəsi. Daha sonra toplama üsulu ilə necə həll edəcəyik? Gəlin ona baxaq. Məncə çox rahat dərsdir bu dərs. Sadəcə
həll eləmə üsullarını bilsəz, rahatlıqla misalları həll edəcəksiniz. Deməli, yazaq məsələn 6x üstəgəl 3y bərabərdir 4. Bir də 2x üstəgəl y bərabərdir 5. 5 yazmayaq, 7 yazaq. Aha, burada nə edək? Mən elə eləməliyəm ki, toplayarkən bu tənlikləri bir dəyişən yoxa çıxsın. Bunun üçün nə edək? Burada 3y-dir, burada da y-dir. Mən bu tənliyi -3-ə vursam, belə bir tənliyi alacaq. 6x üstəgəl 3y bərabərdir 4 olduğu kimi qalacaq. -6x digər tənlikdə yoxa çıxacaq. Çünki burada niyə yoxa çıxacaq? Gəlin baxaq. 6-nın 2-yə nisbəti 3-ün 1-ə nisbətlə bərabərdir, amma 4-ün 7-yə nisbətindən fərqli olduğu üçün bu tənliyin həlli olmayacaq. Ona görə əmsalları gəlin dəyişdirək. Bura 3 yazaq. Aha, -3-ü 3-ə vurduqda olacaq -9x çıxılsın 3y bərabərdir -21. Aha, burada tərəf-tərəfə toplasaq, görürük ki, bu y-lər islah gedəcək. Qalacaq -3x bərabərdir. -21-dən 4-ü topladıqda eləcək -17. X də bərabər olacaq 17/3, o da bərabərdir 5/3-də 2. Daha sonra biz y-i necə tapacağıq? Məsələn, bu tənlikdə gəlin rahat yerinə qoyaq. 3 vurulsun 3-də 17, üstəgəl y bərabərdir 7. 3-lər ixtisar gedir. 17 üstəgəl y bərabərdir 7, y-də olacaq -10. Deməli, bu tənliyin həlli də olacaq 5/3-də 2 və -10. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.